13 nömrəli ixtisaslaşdırılmış Olimpiya ehtiyatları uşaq gənclər idman məktəbində məktəblilərin Respublika İdman Olimpiyadası çərçivəsində badminton üzrə yarışların finalçıları məlum olub. 4 gün davam edən yarışda 7 idman məktəbindən ümumilikdə 129 badmintonçu iştirak edib. 68 oğlan və 61 qız iştirakçı arasından şəxsi, qoşa və qarışıq qoşa kateqoriyaları üzrə finalçılar məlum olub. Badminton yarışlarına iyunun 24-də yekun vurulacaq. Qeyd edək ki, məktəblilərin Respublika İdman Olimpiyadası, Elm və Təhsil Nazirliyi və Gənclər İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ilk dəfə keçirilir. Bu layihə məktəblilər arasında Respublika səviyyəsində təşkil olunan ilk geniş miqyaslı idman tədbiridir. Olimpiyadanın məqsədi məktəblilər arasında idmanın inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək, fiziki hazırlıq səviyyəsini yüksəltmək və istedadlı gəncləri üzə çıxarmaqdır.